İslam doğrudan da bir insanın dünyada xoşbəxt olmasının əsas səbəbidir, əsas mənbəyidir. Hə? Ən birincisi, qardaş dediyi qəlb rahatlığı. Bu önəmlidir. Çünki bu elə bir nemətdir ki, baxın, qəlb. Yəni, insan ağılla düşünə bilər. Amma bütün hissiyatların yeri haradadır? Qəlbdə. Yoxsa insan sevinir, onu qəlbdə hiss edir. Kədərlənir, ürəyə ağrıyır. Başı niyə ağramır? O bizim fikir çəkər, ağrıyar. Amma bütün hisslər, yaxşı, pis, mənfi, müsbət, hamısını insan qəlbində hiss edir. Uca Allah buyurur ki, وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِ فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكَ. Kim mənim zikrimdən üz çevirsə, onun üçün sıxıcı bir həyat var. Mümkün deyil insan rahat olsun. Bunu biləndən sonra onda adam təəccüblənmir, onda başa düşür ki, bir insanda milyardı var idi, səhərsi gün evində özünü asan tapdılar. Cahil işlərində təəccüblənir. Çünki o bədbəxti çatmayıb ona, o bilmir, o özü kasıb da axı. O elə bilirdi ki, xoşbəxtliyin mənbəsi o milyarddadır. O belə düşünür, baxır. Həyata belə baxır. İndi görüb ki, milyardı olan özünü asıb. Qalıb çaşbaş. Yaxı, mən belə düşünürdüm. Amma bu belə deyil. Başa düşürsən? Bu həqiqi qəlb rahatlığını sənə nə mal, nə dövlət heç nə vermir. Əksinə, əksər hallarda o mal, dövlət özü ilə sıxıntı və narahatlıq gətirir.